Hər şey çox ani baş verdi və çox böyük bir təhlükə ola bilərdi. Amma Azalın bələdçisi təkcə təyyarəni yox, hər birimizi xilas etdi. Ötən gün Mətanət Əzizov adlı vətəndaş Facebook hesabında Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalından bir kişinin yoxlamadan keçmədən qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb. O bildirib ki, həmin şəxsin məqsədi sərnişinlərdən qabaq təyyarəyə girmək olub. Bir kişiydi, Orta Asiyadandı. O hansısa formada bilmədik qapıdan necə keçdi trapa getməyə də. Orada adətən qapılar bağlı olur və xüsusi ancaq kodlarla orada keçirlər də. Və necəsə orada belə qanunları pozaraq hansısa formada o qapıdan keçdi və dərhal təhlükəsiz xidməti başladı orada qışqırmağa, stop və s. Amma yenə də insan baxmayaraq heç kimə qulaq asmadan keçirdi. Hamını itələyə keçdi təyyarə tərəfə. Mətanət Əzizova bildirib ki, ilk olaraq Azalın bələdçisi həmin şəxsin qarşısına çıxıb və onu təyyarəyə girməyə qoymayıb. O, öz həyatını təhlükəyə ataraq cinayətkarla mübarizə aparıb. O dərəcədə orada abu-hava belə dəhşətli idi ki, çünki əvvəlcə 2 polis gəldi, onu saxlaya bilmədi. Sonra yenidən 2 dənə polis gəldi. Yenə də o bir neçə nəfər çalışırdı ki, təyyarədən uzaqlaşdırsınlar, amma buna baxmayaraq güc çox az idi. Bir bələdçi axıra qədər o təyyarənin belə deyək keşiyində durdu, imkan vermədi ki, o insan daxil olsun. Çünki onun əlində bir yekə kulok da var idi, belə qabı idi. Yəni bilinmirdi, orada partlayıcı nəsə ola da bilərdi, hansısa silah da ola bilərdi və buna baxmayaraq axıra qədər bu bələdçi dayandı və imkan vermədi ki, təyyarə girsin. Müsahibimiz bildirir ki, daha sonra onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, ona yaxın qara maskalılar cəlb olunub. Sonra itlər, xüsusi qurğular gətirilib. Məsələ ilə bağlı Azərbaycan Hava Yollarından bildirildi ki, dünən Praqa Hava Limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq mühafizə orqanları hadisə yerinə gələnə qədər həmin şəxsin hərəkətləri Azərbaycan Hava Yolları aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb. Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır. Ruzana Kərimli, Yusif Kərimli, Xəzər xəbər.